Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun. Könül TV izləyiciləri. Hicab ilahi məktəbdir. İlahi məktəbdə insanlar tərbiyələnərək paklanır və mənəviyyata doğru addımlayırlar. Biz də məhz bugün mənəviyyata doğru addımlamağımız üçün və ilahi məktəbdən tarixini öyrənmək üçün, ilahi məktəbdə hicabın qaydalarına riayət etmək üçün verilişimizə ilahiyyatçı xanım Lalə xanım Mehdizadəni dəvət etmişik. Xoş gəlmisiniz Lalə xanım. Salam aleyküm, mən də sizi salamlayıram. Allahın adıyla xoş gəldik. Allah razı olsun. İnşallah bugün mövzumuz sırf ilahi məktəbdir. Yəni hicab ki ilahi məktəbdir. Biz də bu məktəbdən tarixçəsini ilk olaraq məhz hicabın tarixçəsini öyrənək. Hicab nə vaxt yaranıb, İslamdan əvvəl var idimi, yoxsa İslamda yarandı? Buyurun. Hələ əgər Bismillahirrahmanirrahim tarixə nəzər salsaq, görərik ki, İslamdan öncə də hicab olubdur. İstər Rum imperiyası zamanında, istər İngiltərədə və digər tarixlərə nəzər etdikdə biz görürük ki, adətən hicab, yəni örtük, zadəgan ailələrində olubdur. Zadəgan xanımlar örtünüblər. Belə deyək, kənizlər və xidmətçilər bu örtükdən çox az istifadə ediblər və bu bir qadınlığın ali bir simvolu olubdur. Yəni tarixdə mümkün deyil ki, görsək, məsələn, bir zədəgandan danışılır və o hicabsız olubdur. Belə bir şey tarixdə görsənmir. Yəni adətən istər qərb, istər şərqdə hicab ümumiyyətlə qadının ən ali geyim forması olubdur və tarixdə əgərləri araşdırsaq görərik ki, bir çox zadəgan ailələrinin xanımları hicablı olublar. Bunu Vilderantın tarixçəsində də biz oxuya bilərik və digər tarixi əsərlərdə də görə bilərik ki, hicab İslamdan sonra yaranmış bir geyim forması olmayıb. Hələ İslama qədər də xanımlarda hicab nümunələri görsənməkdədir və hətta biz məsələn digər dinlərin, İslamdan öncə olan dinlərin qadınların geyim nümunələrinə baxsaq, hicabın çalarlarını və hətta deyərdi ki, daha qabarıq şəkildə olan çalarlarını görürük hicabın. Odur ki, biz belə yanaşmamalıyıq ki, hicab ancaq İslam dini gəldikdən sonra yarandı və bu geyim forması ümumiyyətlə İslama qədər görsənməməkdədir. Bu cürlə yanaşma doğru yanaşma deyil. Sadəcə olaraq İslam gəldikdən sonra hicabın daha düzgün və daha kamil forması təqdim olundu və əsas mahiyyəti ortalığa çıxdı. Yəni bu yalnız zadəgan xanımlarına mı şamildir, yoxsa ümumiyyətlə bütün qadınlara şamildir? Əsas mahiyyət ortalığa çıxdı və bu təqdim olundu cəmiyyətə. Və beləliklə də Quranda ayələr nazil olur. Bəli, bu haqda Quranda xüsusi olaraq ayələr nazil oldu. Bu haqda Peyğəmbər sallallahu hədislər buyurdu. Və ümumiyyətlə canlı Quran olan Əhl-i Beytimizdə biz bunun ən kamil nümunələrini gördük. Hicab barəsində Quranda hansı ayələr vardır ki, məhz orada? Bəli, hicab barəsində Quran-ı Kərimdə ayələr gəlməkdədir, amma hicab sözü ki, bizim dilimizdə istifadə olunur, bu söz Quran-ı Kərimdə başqa mənalarda istifadə olunubdur. Biz bilirik ki, ərəb dilində, ərəb leksikasında hicab pərdə mənasındadır və hacib pərdəçi mənasındadır. Odur ki, biz hicab mahiyyətini daşıyan kəlmələr olaraq hicab sözü hallandığını yox, ona daha yaxın olan setr sözünü görürük və bir çox sözlər var ki, o mənanı bizə çatdıran sözlərdir. Amma hicab sözünü əgərləri mahiyyətinə varsaq, bir şeyin üstünü örtmək mənasını gətirir, çıxardır hicab sözü və yaxud da ki, iki məfhum arasında,
iki olan bir şeylər arasında çəkilən pərdəyə deyilir. İki ənəs arasında olan pərdəyə deyilir hicab. Düzdür, müasir zamanımızda bu bizim dilimizə daha çox yansıyıbdır və bunun əslində yansıması və belə deyək, daha çox istifadə olunması hansısa mənada xoş da olmaya bilər. Nəyə görə? Çünki hicabı doğru şəkildə təqdim etmirlər. Bəzi qüvvələr mi deyək, bəzi fikirlər deyək və pərdə mənasında təqdim eləyirlər. Amma biz görürük ki, hicab qadını pərdə arxasında saxlamır və hicab qadını cəmiyyətdən təcrid eləmir. Belə dedikdə ki, qadın hicabda olmalıdır, yəni qadın pərdə arxasında olmalıdır. Amma biz baxırıq, görürük ki, Qur'an-ı Kərim bizə bunu demir və nə də Peyğəmbərimiz bunu bizə çatdırmır bu şəkildə. Ki, qadın pərdə arxasında deyil, qadın cəmiyyətdə olubdur daima. Və biz məsum xanımlarımızı da görürük ki, bu cür nə olubdur. Sadəcə olaraq müəyyən Peyğəmbər xanımlarının müəyyən bir hallarla qarşılaşdıqda o pərdə çəkilmək məsələsi önə çıxıb. Ona görə ki, o da müəyyən tarixi hadisələrə görə və ənənələrə görə. İnşallah ona da toxunarıq. Amma o ki, qaldı Quran-ı Kərimdə, biz bilirik ki, Nur surəsinin 31-ci ayəsində, Əhzab surəsinin 59-cu ayəsində aşikar şəkildə qadınların örtünməsi əmri verilibdir. Və bu örtünmə məsələsi Allah tərəfindən qadınlara bir izzət olaraq təqdim olunur. Yəni, bu qadının cəmiyyətdən təcrid olunması və yaxud məhdudiyyətlənməsi deyil. Bu qadının iffətinin və namusunun qorunması ünvanında təqdim olunur. Və hansı çərçivələrdə qadın hicaba örtünməlidir, kimlərin yanında örtünməlidir və hansı qadın örtünməlidir məsələsi yoxdur. Məgər İslamdan əvvələ biz baxsaq, görürük ki, müəyyən qadınlar örtünərdi, müəyyən qadınlar örtünməzdi. Amma İslamın dediyi budur ki, həddi buluğa yetişən hər bir qız artıq hicaba örtünməlidir və bunun nə irqi var, nə milliyyəti var, nə belə deyək, mənsəbi var, vəzifəsi var ki, məsələn, məxsusən bu dindar xanımlar örtməlidir, dindar olmayan xanımlar örtməməlidir. Belə bir şey İslamda yoxdur. Necə ki, namaz bütün külli bəşəriyyətə əmr olunubdur, necə oruc külli bəşəriyyətə əmr olunubdur və digər Allahın əmrləri bütün bəşəriyyətə əmr olunubdur və bu məsələdə biz görürük ki, İslamı qəbul edən və müsəlmanlığı qəbul edən hər bir insan bu məsələdə tərəddüdsüz olaraq bu əmrləri icra eləyirlər və bu məsələdə yəni nə şəkə, nə şübhəyə düşmürlər. Amma nədənsə eyni mahiyyət etibarını daşıyan hicab məsələsinə yetişdikdə burada ziddiyyətli fikirlər ortalığa çıxır. Təəssüflər olsun. Çünki əgərləri digər İslamın qayda qanunlarında biz heç bir fərq görmürük və heç bir fərq qoymuruqsa və bu Allahın bir müsəlman xanıma olan əmri kimi qəbul eləyiriksə, təbii ki, hicabı da o cürünə qəbul etməliyik. Ola bilər ki, məsələn, müəyyən fikirlər ortalığa atılır ki, əlbəttə ki, bunlar da bilirik ki, bəhanələrdir. Məsələn, deyilir ki, mən örtünsəm sonra açmaqdan qorxuram, buna tam riayət etməməkdən qorxuram və yaxud hicabı daşıya-daşıya başqa bir günah eləyərəm, ondan qorxuram. Yəni, belə fikirlər atırlar ortalığa və yaxud mən hicab geyinsəm artıq təcrid olunacam, işləyə bilməyəcəm və yaxud daha bir digərlərdir ki, hicab örtünsəm ailə qura bilməyəcəm. Yəni, bunlar bir bəhanələrdir. Amma biz daha diqqətli yanaşsaq, görərik ki, hicab bunların heç birinə qadağa qoymur. Əksinə, bu işləri rahat yerinə yetirmək üçün sanki bir qadına hürriyyət bəxş edir. O ki, qaldı, inşallah ki, siz ayələrə toxundunuz. Mən istəyərdim ki, inşallah o ayələrdən nəzər eləyək. Ki, Allah Müteal Quran-ı Şərifdə buyururlar ki, وَلَا يَضْرِبِينَ بِخُمُورِهِنَّ
Alə ciyubihinnə. Nur surəsinin 31-ci ayəsində Allah Müteala buyurur ki, baş örtüklərinizi yaxalarınızın üstünə çəksinlər. Yəni qadınlara müraciət olunur ki, baş örtüklərini yaxalarının üstünə çəksinlər və burada biz xumur kəlməsini görürük ki, cəm forması ximər kimi işlənilir və bu bir geyim formasıdır ki, bunu xüsusi olaraq vurğulanır ki, bu baş örtüyü ki siz daşıyırsınız, bunları yaxalarınızın üstünə qədər gətirin. Çünki o zaman ərəb mədəniyyətinə görə indi də qalıbdır o çalarlar ki, müəyyən zinət əşyalarını, çoxlu olan zinət əşyalarını sinələrinin üstlərinə çəkərdilər və beləcə onları təqdim eləyərdilər. Və məhz bu ayədən sonra o qadağa olunur ki, bu da yenə də xanımın fitnədən və fəsaddan qorunmaq üçündür. Yəni bunu hər yerdə etməyin deyilmir. Naməhrəm qarşısında etməyin deyilir. Qadın zinətlənə də bilər, zinət əşyalarından istifadə də eləyə bilər və bunu istəsə aşırı dərəcədə də edə bilər. Amma kimin yanında etməsi önəmlidir. O şəxslər ki, onlar ilə naməhrəmiyyəti var, yəni ona məhrəm olan deyirlər, onların qarşısında etmək qadağan olunubdur. Yəni, xanımın yanında bəzənə də bilər, ondan zinət əşyalarını istifadə edə bilər, hicabdan hətta istifadə etməyə də bilər. Amma naməhrəm qarşısında bunu etmək, yəni hicablanmaq, qadının özünün heysiyyətinin qorunmasına gətirib çıxardır. İffətinin, sanki bir iffəti üçün bir çərçivə çəkir və onu qorumağı bu yolla başarır. Və digər bir ayədə biz əgərləri nəzər eləsək ki, bu ayə də məşhurdur, bilirsiniz, Əhzab surəsinin 59-cu ayəsində də Allah Müteala örtünməyi vacib buyurur və buyururlar ki, yədninə aləyhinnə min cələbibihinnə ki, burada da yenə də qeyd olunur ki, örtünmələri vacib olunması əmr olunur və biz əgərləri diqqətli baxsaq görərik ki, bürünsünlər, yəni örtüklərinə, bu hicab örtüklərinə bürünmək əmr olunur ki, tam ayənin kamil formasını inşallah qeyd eləyək. Ya yuhəllezin, ya yuhənnəbiyyə qul لأزواجك وبناتك ونساء المؤمنين يدنين عليهن من جلابيبهن ذلك أدنى أن يعرفون فلا يؤذين وكان الله غفورا rahiman ki Allah Müteala buyurur ki de ey peyğəmbər zövcələri və qızlarına deyir ki, möminlər və möminə xanımlara ki, evdən çölə çıxdıqları an örtüklərinə bürünsünlər, yəni örtüklərini örtsünlər və davamıca buyurur ki, zəlikə ədnə ən yu'rafnə ki, bu onların tanınması üçün və onlara əziyyət olunmaması üçün daha münasibdir. Kamil dinlən, kamil bir ayə. Çox gözəl, açıq şəkildə açıq və net Allah mesaj verir ki, bu bizlər üçün yaxşıdır və bu bizi əziyyətdən, hansı əziyyətdən? Fəsad yaradan əziyyətdən və fəsada zəmin olacaq hallardan qorumaq üçündür və ayənin təfsirində hətta qeyd olunur ki, Əli ibn İbrahim bu ayənin təfsirində qeyd edirlər ki, o xanımlar ki, gedərdilər axşam namazlarında Peyğəmbər sallavatullahın arxasında namazı icra eləmək üçün tərbiyəsi olmayan bir insanlar onlara söz atardılar, üzr istəyirəm, hər hansı bir davranışlar eləyərdilər və məhz bu hadisədən sonra bu ayə də nazil oldu ki, onlar örtüklərini bürünsünlər. Çünki sadəcə bizim qavradığımız o hicab başı örtüyü kifayət eləmirdi.
onlar həm də elə bir şəkildə örtünməli idilər ki, onlar tanınmasınlar kənardan və fikirləri cəlb eləməsinlər. Yəni xanımın geyim tərzi o həddə olmalıdır ki, kənardan olan naməhrəm baxışları və zərərli baxışları özünə cəlb eləməsin. Bu məsələdə çox diqqət eləmək lazımdır ki, düz məsələn hicab ola bilər ki, örtünür, amma elə bir həddə olmalıdır ki, çox üzr istəyirəm, dar olmamalıdır, altı belə görsənməyən bir libaslar olmamalıdır. Bəli, ipəkdən. Bəli. Diqqət olunmalıdır ki, belə bir geyim olsun ki, kənarı özünə cəlb eləməsin. Və bunu da tam olaraq dərk eləmək lazımdır ki, bu yalnız və yalnız naməhrəm qarşısında qoyulan bir səddir. Naməhrəmlər qarşısında qoyulan bir səddir. Bir rəvayətdə də qeyd olunur ki, Həzrəti Peyğəmbərimiz salavatullah o zaman ki, ərəblərdə belə deyək, adətləri bu cür nə idi ki, onlar izinsiz olaraq daxil olardılar istədikləri evə və yaxud otağa və istədikləri qədər vaxt keçirərdilər. Yəni belə bir qayda qanunları var idi və adətləri var idi. Amma buna baxmayaraq Həzrəti Peyğəmbər salavatullah bir gün ki, onun evinə yenə o cür ki, daxil olmuşdular və süfrə açılmışdı. Bundan sonra ayə nazil olur ki, yedikdən sonra evi tərk etsinlər və əgərləri oturacaqlarsa da hətta pərdə çəkilsin deyir. Bundan sonra həmin ərəblər oranı tərk elədilər, yəni həmin müsəlmanlar oranı tərk elədilər. Bu, Peyğəmbər xanımlarına qarşı olan bir ehtiramın nümayişi idi. Və sanki Peyğəmbər salavatullah öz ailəsindən başlayaraq bu qanunların icrasını təqdim edirdi bizə ki, biz bunları gördükdə artıq nəyin doğru və nəyin yanlış olduqlarını, meyarlar ortalığa çıxırdı. Çünki ərəblərdə və deyək o zaman ki olan təfəkkürdə, baxmayaraq ki, biz bilirik ki, ərəblər qeyrətlərinə görə tanınırlar ki, çox qeyrətli, amma müəyyən adətlər var idi ki, onlar yanlış adətlər idi. Məsələn, onların adətləri var idi ki, qapını döymədən içəri daxil olmaq. Amma ayə nazil olur buna qarşı ki, daxil olmamışdan öncə izin istəyin. Əgər sizə izin verməsələr, daxil olmayın. Gəldiyiniz yerdə süfrə qurulduqdan sonra, süfrə yığışdırıldıqdan sonra oranı tərk eləyin. Və məhz Peyğəmbər salavatullah bizlərə öz həyatından olan canlı Quran idi Peyğəmbərimiz və Əhl-i Beyti. Bunları təqdim eləyirdi ki, yəni bu şəkildə yaşamaq gərəkir. Lalə xanım, onda elə söylədiklərinizdən bu nəticəyə gəlmək olur ki, bəzilərinin özünə belə deyək də sərf elədikləri tərzdə söyləyirlər ki, biz hələ vaxtımız var və yaxud da ki, ailə bayaq siz vurğuladığınız kimi qura bilmərik və yaxud da ki, qorxuram, bağlayaram, birdən açaram, günah edərəm. Deməli, həmin şəxslər öz nəfslərinə sanki qul olmuşlar. Bəli, həm nəfslərinə sanki qul olmuşlar və həm də belə deyək, dünyanın sonu yaxınlaşdıqca şeytani hisslər daha da çoxalır. Və biz deyək ki, bu cürünə əgər fikir gəlirsə bizim zehnimizə, biz bir şeyi anlamalıyıq ki, bu Allahdan gələn bir söz ola bilməz. Mənə hələ ürəyimə gəlməyib, mən hicaba keçməməliyəm deyilən bir anlam yoxdur. Quranda deyilmir ki, sənin ürəyinə gələndən sonra hicaba keçməlisən. Qurani Kərimdə deyilmir ki, sənin üçün xüsusi bir ayə nazil olacaq və yaxud sənə xüsusi bir hadisə olmalıdır və ondan sonra sən hicaba keçəcəksən. Ola bilər, müəyyən insanlar var ki, onların həyatında müəyyən bir hadisələr baş veribdir və o hadisələrdən sonra onlar sanki hidayət tapıblar və hicaba keçiblər. Bu istisna hallardır. Bu namazda da özünü göstərə bilər, dəstəmazda da özünü göstərə bilər, müəyyən şəri hökmlərin hamısında özünü göstərə bilər.
Bəziləri deyir yuxuda görürəm, bəziləri deyir əyani şəkil, bəziləri deyir bir yerə getdim ki, oradan təsirləndim. Bəziləri deyir ki, oturmuşdum, məsələn, heç gözləmədiyim halda mənə hədiyyə olundu və mən bundan sonra cənamaz hədiyyə olundu. Ürəyimə gəldi ki, namaz qılım. Belə bir absurd yanaşma olmamalıdır. Allahın şərifi kitabında bu ayələr hansısa hallara görə paylanmayıbdır, gəlməyibdir. Mesaj hansısa xüsusi bir, düzdür, biz Allahın nəzərində xüsusiyik hamımız. Hərəmiz özümüz üçün individual olaraq Allah Təala hər bir bəndəsinə qarşı xüsusi nəzəri var. Hər kəsə qarşı. Və biz bunu ayələrdən də görürük, öz həyatımızdan da görürük, hədislərdən də görsənməkdədir ki, Allah hər bir kəsə qarşı xüsusi bir nəzarəti var. Amma bu, belə deyə, bizə belə bir səlahiyyət vermir ki, biz oturub gözləməliyik ki, mənim üçün xüsusi bir şərait yaranacaq və mən bundan sonra hicaba keçəcəm. Bəli, sanki Allahın əmrini bir növ heçə sayırlar sanki. Bəli, həm Allahın əmrini heçə sayılmaq var və bəzən də deyək ki, yayınmalar var. Necə ki, məsələn, bəzən elə bir hal olur ki, görürsən namazdan özün yayındırır, bilə-bilə. Deyir, bilirəm günahdır, amma qılacam. Bu, onu neynir? Günaha mürtəkib eləyir. Və biz bilirik ki, qəlbə düşən hər bir nöqtə, qara nöqtə özü ilə nə qədər yanlış olan qara fikirlər gətirir. Və bir xanımın hicabsız gəzməyi cəmiyyətinə verəcək ən böyük təhlükəli vəziyyətlərə zəmindir. Xanımlar elə düşünməsinlər ki, özümüz daxil olmaqla, biz elə düşünməyək ki, biz müəyyən bir xidmətlər etməklə bundan sığortalanacaq ki, məsələn, mən körpələrə, yiyəsiz olan körpələrə qulluq eləyirəm və yaxud qocalar evinə gedirəm, ehtiyaclı ailələrə kömək eləyirəm və bunu ilə sığortalayıram özümü ki, mənə hicab o qədər də vacib deyil. Məgər ki, o etdiyim əməllərin əsas bağlıdır mənim daşıyacağım o Allahın ayəsinə. Ki, mən Allahın ayəsinə bürünürəm, yoxsa bürünmürəm. Lalə xanım, onda nəzərə belə daha çox çarpır ki, sanki Allahın vacibatını kənara qoyub Allahın müstəbahtının arxasınca düşmüşük. Bu zaten bu cürlərdir. Bəli. Biz görürük ki... Yəni, müstəhəbbatı bizdən soruşulmayacaq. Onu etmək istəyə də bilərsən, etməyə də. Amma hal-hazırda olan durum, hicabsızlıq, belə deyək, bizdən ilk soruşulan, xanımlardan soruşulan suallardan biri. Səbəb. Səbəbi onda zaten olmayacaq. Çünki Allah bizə əmr eləyibdir. Bizdən müstəhəblərə görə sorğu-sual olunmayacaq. Bizdən sorğu-sual olunacaq vacibata görə. Bizim ustadımızın gözəl bir sözü vardı. Deyirdi, bəzən mən baxıram cəmiyyət üzrə. Görürəm ki, müstəhəb üçün nə qədər işlər görürsən, amma vacibatda süslük var. Məgər ki, Allahın sual-cavabı vacibatçının müstəhəbi deyilməyəcək ki, nə qədər sədəqə verdin, nə qədər zikir elədin. Bunlar ikinci dərəcəli məsələlərdir. Bir də görürsünüz ki, məsələn, bəzilərimiz var ki, oturur, məsələn, səhərdən axşama qədər zikir eləyir. Azan çəkilir, namazın vaxtı keçir, zikir eləyir. Deyirsən, bəs namaz deyir, hələ ona yetişməmişəm və yaxud hələ o mənə ürəyimə gəlməyib və yaxud belə müəyyən fikirlər irəli sürülür. Hicab da bu cür nədir? Müxtəlif xeyriyyə işləri görülür və çox da gözəl işlər görülür. Adamın hətta hayfı gəlir ki, nə gözəl işlərdir, kaş ki bunun arxasında həm də ki vacibat dayanardı. Çünki o sütundur. Quran-Kərim bizlərə sütunlar təqdim eləyir. Amma biz sütunları qoyuruq və sanki belə deyək, palçığın üzərində ev tikirik. O ev nə qədər dayanacaq ki? Bir dənə sel gəlsə, o evi yerinə yeksan eləyəcək. Əsas o evi nə saxlayacaq? Sütun. Qadınlar üçün bu sütunlardan biri də hicabdır. Biz əgərləri bugünkü gündə hicabın mahiyyətini anlamaya çalışırıqsa, elə Quran-ı Kərim ən gözəl bizə təqdim edən mahiyyətdir. Hətta məsələn, xanım Zeynəb Sallallahu Aleyhanın biz həyatına baxsaq, onlar üçün üzlərinin açdırılması onlar üçün böyük bir fəlakət idi.
Düzdür, bəzi məsələn yanlış rozalarda və mərsiyələrdə sanki başörtüklərinin nəzubillah açılması qeyd olunur, amma bu yoxdur. Yəni tarixdə belə bir şey olmayıbdır. Çünki biz xanım Zeynəb Samul Aliyxanın xütbəsindən görürük ki, buyururlar ki, öz xanımlarınızı pərdə arxasında naməhrəmlərdən gizlədirsiniz. Peyğəmbər xanımlarını, peyğəmbər qızlarını, peyğəmbər balalarını naməhrəmlər qarşısında üzü açıq saxlayırsınız. Hətta bu onlar üçün böyük bir fəlakət idi. Biz əgərləri istəyiriksə nümunə götürək, biz belə xanımlardan nümunə götürməliyik. Ola bilər sən yaxşı iş adamı ola bilərsən, ola bilər gözəl bir xanım ola bilərsən, gözəl bir evdar xanım ola bilərsən. Amma əgərləri Allahın ayətlərinə riayət etməsən, birinci növbədə Allahın nəzərində o işlərin düzdür, savabı var. Amma əsas olan hədəfə yetişə bilməyəcəksən, Allaha yetişə bilməyəcəksən. Çünki bu Allahın ən vacib olan əmrlərdir ki, biz bunları davamlı şəkildə Quran-ı Kərimdə də görməkdəyik ki, Əhzab surəsinin 33-cü ayəsində, 53-cü ayəsində, 59-cu ayəsində və hətta bir dənə də şeyi istəyirəm vurğulayam. Hicab ayəsindən öncə Allah-u Teala biz görürük Nur surəsinin 31-ci ayəsində xanımlara hicablanmağı vacib buyurur, düzdürmü? Amma bundan əvvəlki ayədə 30-cu ayədə kişilərə əmr gəlir ki, gözlərinizi qadağan olunmuş, yasaq olunmuş şeylərdən çəkindirin. Yəni gözlərinizi hicab örtün gözlərinizə. Fikir verin Allahın ədalətinə. Allah öncə kişilərə əmr eləyir ki, sizə yasaq olan şeylərə baxmayın. Sonra xanımlara buyurur ki, hicablarınızı örtün və onları günaha salmayın. O qəlblər ki, xəstədir, o qəlbləri daha da məriz eləməyin. Sanki burada bir ədalət prinsipini görürsünüz, görsənməkdədir ki, yəni təkcə qadınların bəzən deyirlər, İslam dinində sanki ancaq qadınların üzərinə düşüblər. Qadına o olmaz, bu olmaz, nə olmaz ki? Hər şey icazə verir, amma çərçivəvi gözlə. Həmən yasaqı da kişilərə deyir. Yəni kişilər də öz gözlərinə nəzarət eləməlidirlər. Əgər sənin qarşında bir naməhrəm bir xanım dayanıbsa və o hicabına riayət eləmirsə və yaxud naqis riayət eləyirsə, sənə lazım deyil ki, ona baxmaq. Bəzən görsə, eşidirik, deyirlər ki, da gözümün qabağındadır, mən necə baxmayım, gözü yerə dik baxma. Sənə vacib deyil ki, hər gözünün qabağında olana baxasan. Biri var baxmaq, biri var nəzər eləmək. Nəzər eləyərsən ki, tanıyasan bu şəxs kimdir? Ki, məsələn mövqeyi biləsən, nə eləyəsən. Bir də var baxmaq, odur ki, yəni artıq bu sənin qəlbivə ötürəcək mənfi bir xislətdir. Sən o qədər baxasan bir naməhrəmə ki, artıq o baxışından sən özün öz qəlbivi xəstələndirəcəksən. Odur ki, hicab dedikdə yalnız qadınları biz düşünməyək, həm də kişilərin gözlərində hicab olmalı, qadınların da gözündə hicab olmalıdır. Hicab yəni pərdə olmalıdır, biz ki, əvvəldə dedik. Gördük ki, hicab ayələr ki, bizim hicab sözü məşhur işlənibdir. Amma o ayələri görürük ki, hicab sözü kimi deyil, cəlbəb sözü kimi istifadə olunur. Yəni, bürünün və setr kəlməsi kimi, yəni örtüklərinizi sinələrinizin üzərinə çəkin. Bu mənada istifadə olunan kəlmələrdir. Amma hicab odur ki, pərdə çəkəsən. Gözünə pərdə çək, qulağına pərdə çək. Hər sən qulağı eşitdiyini dayanıb dinləmə. Görürsən ki, sənin xislətini korlayacaq, heysiyyətvə toxunacaq sözlər danışırsa, tərk elə oranı. Dinləmə. Görürsən ki, baxışığı korlayacaq, qəlbivə pis təsir eləyəcək bir şey, hicab çək gözünə. Baxma o şeylərə. Odur ki, biz bu məsələlərdə çox diqqətli olmalıyıq ki, fəsad əhli olmayaq və yaxud fəsada zəmin yaradacaqlardan olmayaq. Çünki Quranın bizə demək istədiyi əsas mahiyyət budur ki, biz ayənin davamında görürük ki, onlara əziyyət verilməməsi üçün hicablanmaq vacib olundu. Yəni, xanımlar üçün hicabsız olmaq özü bir əziyyətdir. Xanımın özü üçün bu zinətdir.
xanımın biz hədislərdə görürük ki, xanımın zinəti nədir? Onun hicabıdır. Əsl zinət, əsl deyək ki, ali olan xanıma yaraşan geyim hicabdır. Odur ki, buna diqqət eləməliyik ki, biz onu nə şəkildə qoruyub saxlaya bilirik və cəmiyyətdə nə cürünə istifadə eləyə bilirik. Bundan gəlir, bununla bağlı çox üzr istəyirəm ki, yəni orada sual olunur ki, hansı şəkildə olmalıdır? Üz, özü özlüyündə görsənən, üz və əllər istisna olunmaqla bütün bədən örtülməlidir. Bəli, Lalə xanım, bəs Quran ayələrindən çox gözəl istifadə edərək başa saldınız. Hədislərdə necə gəlib hicab barəsində, nələr var? Bəli, hədislərdə ki, bəzilərini bayaq qeyd elədik. Ümumiyyətlə, Peyğəmbər sallallahu biz həyatında da görürük ki, o istər xanımlarının ehtiramını gözləyən ayələr ki, nazil oldu və hətta onlarla danışmaq üçün də pərdələrin təyin olunması qeyd olunmuşdu ki, Peyğəmbər sallallahu o ayələr Allah tərəfindən ona nazil olduqdan sonra xanımların hicab arxasına keçməkləri, yəni pərdə arxasına, bu xüsusilə Peyğəmbər xanımlarına şamil olunmuşdur hicab məsələsi və ümumiyyətlə qadınların ki, hicablanması məsələsi ki var, bunları da xüsusi olaraq vurğulanmışdı ki, hətta Həzrət Peyğəmbər sallallahu bu barədə soruşduqda səhabələrindən biri ki, bir günləri soruşdular ki, məgər bu ayələri eşitdikdən sonra narahat olmuşlar ki, biz anamızın, qızlarımızın da mı evlərinə daxil olanda izin istəməliyik? Həzrət Peyğəmbər sallallahu o zaman qısa və çox dolğun bir cavab vermişdi ki, xoşa gəlməyən şəkildə daxil olduqda ananı görmək istəyirsənmi? Buyurmuşlar ki, xeyr, əlbəttə ki, istəmərik. O zaman demişdi, daxil olmayın. Yəni, buradan mahiyyət ortağa çıxır ki, hətta məhrəmiyyətdə də sərhəddi gözləməlisən. Məhrəmimdir deyib, bütün əndazələri aşmağa nə dinimiz icazə verir, nə şəriətimiz icazə verir. Odur ki, biz bu məsələlərdə ən gözəl nümunə xanım Fatimə Zəhra Salamullah əleyhaya baxırıq ki, o nə dərəcədə hicabına riayət eləyərdi və heç görsənməyib ki, xanım hər hansı bir səhlənkarlıq və yaxud hər hansı bir dolğun olmayan bir davranışda, yəni hicab davranışında görsənsin. İstər evindən məscidə gedərkən, istər hətta atasının evə daxil olarkən, istər sahabələrdən hər hansı biri daxil olarkən, hədislərdə ən aşikar və ən çox zikr olunan hədislərdən biz bilirik ki, bir gün ki, Həzrəti Peyğəmbər sallallahu kör olan səhabəsi gəlir və qapını döyür. Xanım Fatimə Zəhra Salamullah əleyha soruşduqda ki, gələn kimdir? Deyir, filan kəsdir. Və bilirdi ki, onun yəni uşaqlıqdan gözləri görmür və keçir içəri otağa hicabına bürünür və o getdikdən sonra Həzrət Peyğəmbər sallallahu sual eləyir xanım Fatimə Zəhra Salamullah əleyhadan ki, o ki gözü görmürdü və biz bilirik ki, o yəni əvvəldən gözü görməyəndir. Sən niyə örtündün? Xanım Fatimə Zəhra Salamullah əleyha çox gözəl bir cavab verir ki, o görmürsə, mən ki görürəm, qarşımda bir naməhrəm var. Yəni, bunu ilə bizlərə göstərilir ki, hicab o demək deyil ki, sən kimə görəsə örtünürsən. Yox, sən özüvə görə örtünürsən. Öz heysiyyətini qorumağa görə, öz həyavı qorumağa görə, öz sənə aid olan, sənin şəxsi olanlığı qorumaqdan ötürü. Xanımın bu davranışı bizə bunu təqdim edir ki, yalnız naməhrəm görsün deyə örtünmək məsələsi deyil. Hətta o məni görməsə də belə, mən bilirəm ki, mənim qarşımda mənə məhrəm olmayan bir şəxs var. Həqiqətən də biz əgərləri Peyğəmbər və Əhl-i Beytinin yolu ilə bu məsələyə, yəni onlar ki, canlı Qur'anlar idi, bizi başqa bir yerə müraciət etməyə ehtiyac yoxdur. Biz əgərləri onların həyat tərzinə baxsaq, bu həyat tərzi bizə ən gözəl nümunələr təqdim edir.
Bəli. O qədər gözəl vurğulayırsınız ki, insanı sanki bir öz sehrinə alır. Ayələr olsun, istər hədislərdə vurğuladığınız, bəli, xanım Zəhranın görməyən bir şəxs onu gördüyü zaman belə, özü gördüyü zaman belə, əgər o hicaba bürünürsə, deməli ki, əgər bir çox xanımların işlətdiyi ən çox bir kəlmə var ki, xanım Zəhra yolunu getmək lazımdır. Deməli, hər bir əməldə xanım Zəhraya diqqət eləmək lazımdır. Hətta onda xatırlatma eləyim ki, Kərbəla hadisəsində ki, xanım Zeynəbi düşmən qarşısında danışarkən belə xanım Zəhranın səsindən tanıyırlar və deyirlər ki, o İmam Əlinin qızı. Bəli, xanım Zeynəb Səlamullah əleyhadırsa, fikir verin, deməli ki, onda onlar heç tanınmayacaq dərəcədə geyinirmişlər. Bəli, hal-hazırda belə deyək də, bu qənaətə gəldik ki, verilişin gedən axarında isə belə bir sual vermək istərdim. Özümə də çox maraqlı gəlir. Hicab dedikdə iffət və həya nəzərdə tutulur da, yəni bu normalar nəzərdə tutulur. Yoxsa son zamanlarda qarşılaşan geyim formaları? Bəli, hicab dedikdə əslində elə iffət, həya normaları nəzərdə tutulur. Ola bilər ki, biz zaman-zaman dövrlər dəyişdikcə biz özümüz görürük ki, məsələn, 10 il bundan öncə olan hicab geyimləri indi tamam başqa cürdür. Ondan da qabaq başqa cür idi. Bu normalar zamana görə dəyişilə bilər. Amma İslamın təqdim elədiyi hicab iffətin və həyanın qorunması normasıdır. Və o hicabdakı, ola bilər parçası dəyişilə bilər, ola bilər rəngi dəyişilə bilər ki, biz bilirik ki, şərən hicab elə bir rənglər olmalıdır ki, biraz tünd rənglərə üstünlük verilməsi və çox da cəlb edici olmalıdır bu cürünə. Amma əsas etibarı ilə əgər o geyim forması ki, qadının iffətini və həyasını aradan aparmırsa, yəni o hicab ki, qadının iffətinə və həyasına toxunmursa, o zaman o hicab kamil hicabdır. Amma yox, əgərləri bir hicab geyimində biz görürüksə ki, müəyyən artıq çalarlar var orada ki, iffəti aradan aparan hallardır. Və hətta məsələn təmizlik baxımından ki, biz bilirik ki, təmizlik imandandır buyurub Peyğəmbərimiz və bu cür nə təqdim olunur, bəzən görürsünüz ki, məsələn, yamaqlı geyinmək və yaxud dinimizə sanki bunları bilərəkdən bu cürünə, bu şəkildə təqdim edilir. Amma biz bilirik ki, istər Peyğəmbər sallallahu xanımlarından, istər qızı xanım Fatimə Zəhra sallallahu əleyhadan baxmayaraq ki, hətta əgər onun əbasında, çərşabında hər hansı bir tikiş də var idisə, onu elə bir şəkildə, səliqəli şəkildə gizlədirdi ki, yəni o öz təmizliyinə görə, paklığına görə seçilirdi ki, onun təmizlik və paklığının şərəfi hörmətinə təthir ayəsi nazil oldu. Ki, o bütün çirkinliklərdən təmizlənmiş idi, pak idi və iffətinə görə 1400 ildir biz xanım Fatimə Zəhra sallallahu əleyhadan daha ali bir nümunə tapa bilmirik. Və əgərləri biz iffətlə bağlı ayələrə baxsaq ki, Allah Mütəal buyurur ki, yəhsəbuhumul cahilul əğniyə minət təaffufi ki, buyururlar Bəqərə surəsinin 273-cü ayəsində Allah Mütəal buyurur ki, iffətli, həyalı olub, dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab elədilər. Ki, hətta ən ağır acınacaqlı halında iffətinə, həyasına görə bu hərəkətlərdən də çəkinirdilər. Onlar kənardan necə görsənilir, dövlətli görsənirdilər. O ki, bizdə indi el arasında deyirlər, bəzi insanlar görsən, özlərini elə aparırdılar, elə bilirsən ki, bunların nə qədər malı, mülkü var, amma əslində baxırsan ki, heç eləcə də yaşamırlar. Yəni,
amma öz iffət və həyalarını gözləyirlər. Həmin bax bu ayə o cür bir şəkilə işarə olunur və Nəhcül Bəlağənin 88-ci xütbəsində biz görürük ki, buyurulur ki, və lə yəiffunə ən aybi ki, heç özlərini eyib olan işlərdən qorumurlar da. Yəni, bəzi insanlar ki var, görürsünüz ki, iffətlərinə riayət eləmirlər. Və Həzrət Əleyhisselam buna toxunur ki, o şeylər ki, eyib hesab olunur, bunlardan qorunmaq gərəkir. Və əsl bunlardan qorunmaq hicabı bildirir. Xanım ki, məsələn, müəyyən şeylərdə diqqətsizlik eləyir və o ayıb hesab olunan bir şeyləri icrasında səhlənkarlıq eləyir, əslində hicaba xəyanət eləmiş olur. Və bununla bağlı ümumiyyətlə bir çox ayələr var Qurani Kərimdə, amma mən Əmir əl-Möminin Əli əleyhissalamın iffətin ən ali ibadət olması ilə bağlı olan hədisini istəyərdim vurğulayam ki, əfzəlül ibadətu ifəfun ki, iffət ən fəzilətli bir ibadətdir və əgərləri bir xanım istəyirsə ki, hicabını kamil şəkildə gözləsin, odur ki, iffətinə diqqətli olmalıdır. Çünki hicab elə iffətin özüdür. Hicab elə həyanın özüdür. Və əgərləri bir xanım hicabında səhlənkarlıq eləyirsə, o bilsin ki, özü özünə ziyan eləyibdir. Qarşı tərəfdən çox özü özünə ziyan eləyibdir. Onsuz da o qarşı tərəfə əmr olunanı o icra eləyir. Gözlərinizi sizə yasaq olan işlərdən və şeylərdən çəkindirin. Qarşı tərəf sənə baxmayacaq, amma sən özünü neyniyəcəksən, zəlil eləyəcəksən bu cür ki, öz iffətini, öz həyavı və sənə əmr olunana riayət etməyəcəksən. Bu işdə səhlənkarlıq eləyəcəksən. Odur ki, biz əgərləri istəyiriksə ki, həqiqətən də Allahın yanında bir balaca da olsa bir məqam sahibi olaq. Çünki dünyanın məqamı keçicidir, bilirik, dünya fanidir. Nə qədər gözəl işlər dünya üçün görək, əgər onun yanında axirət istəyi və Allah nəzəri olmazsa, o cür yanaşma elə özü də fani olacaq. Yəni, dünyaya məhdudlaşan iş dünyada qalacaqdır. Amma yox, dünya işləri ilə yanaşı, həm də axirət istəyi olsa insanda, bununla ikisini bir arada qazanmış olacaq. Həm dünyada ehtiram sahibi olacaq, hörmətli olacaq, həm də axirətini qazanmış olacaq. Odur ki, biz işlərimizdə bu məsələdə diqqətli olaq ki, düzdür, hicaba bürünürük və buna Allahın əmri deyərək icra eləyirik. Amma bəzən bu məsələdə səhlənkarlıqlara yol veririk və nəfsimizə boyun əymiş oluruq. Müəyyən görürük ki, xoşa gəlməyən və hicaba yaraşmayan tərzlərə əl atırıq. Kiminsə xoşuna gəlmək üçün bunu eləyirik. Cəmiyyət məni qəbul eləsin deyə bunu eləyirik. O desin ki, sənin hicabın mənim ürəyimə yatdı. Kiminsə ürəyinə yatması üçün hicaba örtünməməliyik. Allahın istəyi və inayətini qazanmaq üçün, Allahın yanında, Allahın razılığını, o ki, Kəhf surəsində biz görürük, Fəcr surəsində ki, buyurur ki, ey o mütməyin olan nəfs, Allah da səndən razıdır, sən də Allahdan razısan. Biz raziyyətə, mərziyyəni Allaha görə eləməliyik, bəndələrə görə eləməli deyilik, insanlara görə yanaşmalı deyilik. Bir çoxları var ki, görürsünüz, zamanımızda bu sözlərdən istifadə edirlər ki, bu şəkildə mənə daha rahatdır. Mən bu şəkildə daha rahat oluram. Rahat ol, amma o şəkildə rahat ol ki, hicaba xələl gəlməsin. Yəni, hicabın haqqı aradan getməsin. O haqq ki, Allah o hicab üçün təyin eləyib, biz əvvəllər bildik ki, hicab İslamdan öncə də olubdur. Amma nə şəkildə olubdur? İslamın təqdim elədiyi hicab hansı şəkildədir? Və hicab xüsusi olaraq qarşı tərəfə görədir, naməhrəmiyyətə görədir, yoxsa qadının özünün izzətinə görədir? Biz görürük ki, xanımın izzətini qorumaq üçündür, iffətini qorumaq üçündür, həyasına tam sahib çıxmaq üçündür. Hicab sanki bir, belə deyək, bariyerdir.
və naməhrəmə yox deməkdir. Yəni, mən sənə icazə verdiyim qədər sən baxa bilərsəndir. Və hətta bu nə qədər çox, belə deyək, daha aliləşdikcə, sanki o qadağanı sən tərəfdən daha sərt şəklidir. Yəni, bu demək deyil ki, məsələn, bəziləri ki, əgərləri daha qabarıq şəkildə hicaba riayət eləyirsə, onlar dünyadan təcrid olunublar və onlar, belə deyək, bəzən görürsə, belə həqiqətən bu ifadələri insan eşidəndə narahat olur ki, yazıq özünü nə günə qoyubdur. Amma onun əgər əsas mahiyyətini dərk eləsələr ki, ona yazıq yox, əslində nə xoşbəxt insandır deyərlər. Allah razı olsun Lalə xanım. Həqiqətən də çox xoş oldu bu verilişdə məhz hicaba toxunmaq. Və onu da əlavə edək ki, hicab o demək deyil ki, sən hicaba örtün və Allahın istəmədiyi bir yerlərdə də ol. Buna da mütləq şəkildə diqqət etmək lazımdır ki, yəni hicablı bir xanım əgər Allahın nemətini gözəl şəkildə göstərir və təbliğ edirsə, bunun özü də bir İslami təbliğatdır əlbəttə ki. Kənardakı bayaq siz vurğuladınız ki, kənardan baxanda deməsinlər ki, özünüzü nə günə qoyublar. Və ən əsası odur ki, belə deyək də, bəzi hicabların musiqi çalınan məclislərdə olmağı, bir növ qısasını elə deyə bilərkən ki, Allahın istəmədiyi bir yerlərdə olması ilə bu hicabın özünə xələl gətirir. Hətta, belə deyək, düşmənləri bizə qarşı təzədən yönəldirlər ki, bax, o da hicablı idi, o filan yerdə idi. Amma təbliğat baxımından Allahın vacib olan əmrini tam əks bir yerdə göstərməyin özü də belə bir zərbədir hicaba qarşı əlbəttə ki. Allah sizdən razı olsun. Allah dünya və axirətimizi inşallah abad eləsin. Çox sağ olun dəvətimizi qəbul etdiyiniz üçün. Mən sonluqda olaraq bir şey vurğulamaq istəyərdim ki, əlbəttə ki, hicab bir neçə amillərə səbəb olur ki, ruhi rahatlıq yaradır, ailə əlaqələrini sağlamlaşdırır və cəmiyyəti sağlam edir və ələlxüsus qadına hörmət və ehtiramı çoxaldır. Sonda Seyyid Əli Xameneyi Həzrətlərinin sözü ilə istəyərdim ki, inşallah ki, onun hicaba baxışı ilə inşallah sözümü tamamlayım ki, buyururlar ki, hicab qadının şəxsiyyət əldə eləməsi üçün bir mənbədir və materialistlərin axmaqca əks elətdirdiyi əks təbliğatlardakı kimi onların əks təbliğatlarının əksinə olaraq hicab qadının əsarət mənbəyi deyil, əslində azadlıq mənbəyidir və hicab bir vüqardır və mətanətdir ki, qadına dəyər verir. Onun ehtiramının və həyasının artmasını təmin eləyir və hicab məsələsi budur əslində. Əsas mahiyyəti budur. Bunun qədrini çox yaxşı bilməliyik və hicab məsələsinə görə İslama əslində biz təşəkkür eləməliyik buyururlar ki, hicab ilahi bir Allah tərəfindən qadınlara bəxş olunmuş ilahi nemətdir. Həm qadınlara, hətta kişilərə də bəxş olunmuş ilahi bir nemətdir ki, biz inşallah bundan Allahın izindən maksimum dərəcədə istifadə eləyək ki, ali məqamlara. Ola bilər, məsələn, bir insanın həyatında düzgün olmayan davranışlar olsun, amma bundan sonraya diqqət etmək lazımdır ki, o normaları qoruyub saxlamalıyıq inşallah. Allah sizdən razı olsun. Çox sağ olun bir daha təşəkkürümüzü bildiririk sizlərə. Bəli, əziz izləyicilər, bax, bu verilişimizdə məhz hicaba toxunduq. Hicabın tarixçəsindən tutmuş, son nöqtə fiqhin çərçivəsinə kimi yanaşdıq və iffət və həya normalarından belə danışdıq. Əziz izləyicilərimiz və ən çox da xanımlarımıza müraciət etmək istərdim ki, Quranda belə bir ayə yoxdur ki, ey mömin xanımlar hicab bağlayın və yaxud da Lalə xanımın vurğuladığı kimi bürünün demirlər. Quranda gələn ayələrdə xanımları deyirlərsə, bu hər kəsə şamildirsə, deməli bu bir vacibatdır. Bugünün vacibatını əldən verib, müstəhəblər arxasınca qaçmaqdansa, müstəhəbbatınız edin. Amma vacibatı mütləq əməl edin. Çünki bayaq yenə vurğuladığımız kimi vacibat sizdən soruşulacaq. İnşallah
Bax, bu sualın qarşısında üzü ağ çıxmağımız diləyi ilə deyirəm. Geyimimdə, məhz bu verilişdə mənə köməklik göstərən CL Hicab aləminə, Lamiyə Cavadovaya dərin təşəkkürümü bildirirəm. Siz bu ünvandan özünüzə və övladınıza ən gözəl, kamil şəkildə hicablar əldə edə bilərsiniz. Sağ olun, salamat qalın.